بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين صلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Keçən dəfə təqlid əqli ayələrdə, bugünkü bəhsimiz hədislərdə təqlid, yəni əqidə məsələsində təqlid eləmək olar ya yox. Əhl-i Beyt əleyhissalamlardan bizə gələn hədislərdə biz görürük ki, bir kəlmə xüsusilə vurğulanır. İmmə'atun. İmmə'atunun lüğət kitablarına bizlər müraciət edək, görürük ki, şəxsi fikri olmayan, şəxsi rəyi olmayan, yəni özünün gəldiyi qənaət olmayan, fəqət başqasının fikri ilə öz həyatını quran, bir başqasının fikridir, sən qənaətə gəlmirsən, o düz fikirdir və onu qəbul eləmirsən. Bunda İslam buna bir söz demir. Mənim oldu. Yəni, mən görürəm, bir nəfər bir söz dedi, onun sözü düzdür, dəlillə gördüm düzdür, ağıl qəbul edir bunu, uqəla bunu qəbul edir, ağıl sahibləri. Və mən bu qənaəti düzlüyünə gələndən sonra onu qəbul eləyirəm, həyatımı onu ilə formalaşdırıram, bunu İslam bir sözdür və tərif edib, bu ana adiyyət yoxdur, bu təqliddir. Bir də var ki, əslən düşünmürəm, düzdür ya yox, fərqi yoxdur və yaxud araşdırmadan onu və yaxud, bu nöqtəni diqqətli edin, bugünkü zamanımızda cəmiyyətimizin bədbəxtçiliyi bu nöqtədədir. Qəbul eləyirəm onu. Dəlillərinə baxmadan, araşdırmadan o şəxsin özünə etibar eləyək sözünün düzgün olmasını. Və cəmiyyət bugün onu görə bədbəxt olub bizlərdən. Qəbul edir onu. Özü düz olaraq qəbul edir. Düzdür deyə qəbul edir. Amma düzlüyünün dəlili nədir? Necə ona etibar edirəm. Etibarla iş getmir ki. O dediyi sözün dəlilləri əsasında olmalıdır. Uqəla dedik, dəlillər əsaslandır biz. Bəs əgər ya düzdür, səhvdir, onun fərqindədir, qəbul edir, o da imməədir. Və yaxud düzdür, amma düzlüyünün dəlili, mən həmin şəxsə etibar edirəm. Buna da hədislərdə imməə kəlməsi deyilir. Və ya başqa bir kəlmədir deyil. İmməə kəlməsi bir çox hədislərdə gəlir bizlərdə. Yəni, kör-körana bir şey qəbul eləmək. Dəlilsiz, özünün qənaətə gəlməsi məsələdə yoxdur. Öz şəxsi rəyi yoxdur. Şəxsi rəyi də budur ki, yəni, mən onun düzlüyünə dəlil gördüm, düzdür. Dəlil əsasında qəbul edirəm özüm üçün. Və həyatım, bunda bir problem dedi yox. Bundan başqa o iki dənə yox, problemli yoxdur. İndi bir neçə dənə hədis oxuyuram, inşallah. Bəharul Ənvarda Həzrəti Rəsul-i Əkrəmdən bu hədis var ki, Ma min əhədin illə ələ babihi mələkən fəidə xərəcə qala uqda alimən əv mütəəllimən və la təkun salifən. Deyir ki, İslam Peyğəmbəri buyurur ki, elə bir şəxs yoxdur ki, onun qapısında iki dənə mələk məmurdur, yəni bayra çıxandı o, mələklər ona bunu deyərlər ki, ya alim ol, əslən qənaətə gəl, məsələn, bu şey düzdür, bu şey səhvdir. Alim ona deyərlər də düzlə səhvə ayırır. Düz yolla səhv yola ayırır və əlindəki dəlillər əsasında. O mütəəllimən, mütəəllimən səhv kitabı oxumaq, kifayə kitabı oxumaq, riyaziyyat, kimya oxumaq deyil. Mütəəllim, yəni tələbə, yəni sən dəlil tələb eləyirsən ki, bu fikir düzdür, yox, bunu artıq araşdıranısan. Mütəəllim, yəni bunu araşdıranısan, düşmürsən dalayacaq ki, yəqinə çatırsan, bu düzdür, ya səhvdir, nə üzərindən? Dəlil üzərindən. Peyğəmbər buyurur, və la təkun salisən. Üçüncüsündə normal. Üçüncüsü nədir? Nə özümün əlində dəlilin var, nə də dəlillərini araşdırırsan. Bu bir.
Başqa bir hədisdə İslam Peyğəmbəri buyurur, Ən-nasu isnan. Əslən, insanlar iki dəstədir. Əcibdir. Hədis çox əcib hədislərdəndir. Üçüncü dəstəyə insan demir İslam Peyğəmbəri. Bir, Ən-nasu isnan, iki cürdür. Alimun və mütəəllimun. Yəni də, alim hansı alim? Kifayədən yaxşı dərsləyən, dərsi xarici yaxşı dərsləyən? Yox. Yox. Çox hədis bilən, çox mənim, yox. Söhbət budur ki, dəlil əsasında düz yolu tanıyan, səhv yolu tanıyan və tanıtdıran alim budur, elmində verir axı başqa. O mütəəllimən, yox, bu özü ələdən, amma dəlillər üzərində araşdırır. Hələ öyrənir ki, bu düzdür ya səhvdir. Yəni, sizlər də bu elmləri gəlirsiniz almağa, bunun üçün hədəf budur. Dəlillər əsasında düz yolu tapmaq, səhv yolu tapmaq. İki insan, bunlar deyil insandırlar, bu iki dəstə. Üçüncü dəstəni insan demir və əcibdir. Və əda zalikə, bundan başqaları həməcün rə'aun. Həməcün rə'aun. O zəli milçək olaraq gün qurub onun başı da bilən ki, gəllənib, hara gəldi, yatır hələ ya. Həməcün rə'auna deyərlər, o milçəyə deyərlər. Yəni, harada şirinə var, özü milçəyin öşdəyir, harada bir şey, məsələn, buna xoş adlığı bir şey var, yəni bunun özünə görə, mümkündür, nəcasətin niyə buna xoş gəlir? Milçək üçün fərqi yoxdur ki, nəcasət olsun, mənim şirniyyət olsun. Buna iyi gəldi, gedib onun üstünə. Məlum, İslam Peyğəmbər 3-cü dəstəni budur ondan böyle. Bunların hətta düz yoladır, yəni o şokolatın üstünədir, o şirniyyatın üstünə qonsa da o milçək elə milçəkdir. Məlum oldu. Yəni o düzələn bir şeydir. Yəni hətta düz yolda olsa da onu Peyğəmbər üçün dəlil üzərindədir. Ya dəlilini öyrənmir, ya dəlil əlindədir, onu insan saymır. İmam Sadıq əleyhisselam buyurur ki, Ən-nasu səlasun. Bu deyil, insanlar 3 dənə deyim onu. Alimun, mütəəllimun, 2 dənə, bunlar da din təşkilsərdir, 3 dəfə demişəm də bəhsədir. Və qufaun, qufa, dənizdə köpük var ha. Baxırsan, necə bir şeydir bu ayda, o öyle yumru şey. Hələ vursan, partlı, içində boş hava. Üçüncülər, necə bir şeyi görsənir bu aydan. Yəni, köpük kimi belə yumruq, bu necədir? Amma onu bir dənə hələ yaxınlaşırsa onu partlayıb, boş hava çıxır içindən. Məlum? Bu da bunları. İmam buyurur ki, Uğda alimən av mütəəllimən, ya alim ol, ya mütəəllim, və la təkun immə'ən. Və la təkun immə'ətən. İmmətən neydi? Həmin o dedikdə, kör-körana qəbul eləmək. Hətta birini düz bilib də qəbul edir, amma əlində dəlili yoxdur. Yəni, müstəqil bir fikrə sahibdir. İslam Peyğəmbərin sual olunur, deyir ki, və la təkunu immətən. İslam Peyğəmbəri deyir ki, immədən olmayın, o cür adamlardan olmayın. Təqulun deyirlər ki, nədir bu immə? İslam Peyğəmbəri açıqlama verir. İmmə nədir? Əcib bir açıqlaması var. İn əhsənən nas. Əgər insanlar yaxşılıq elədi, əhsənən. Biz də yaxşılıq edəcəyik onlara. Və in zələmu, zələmnu. Əgər onlar bizə zülm elədilər, pislik elədi, biz də pislik edəcəyik onlara. Bu deyir immədir. Bir də misal çəkir. Bu immədir. İmmə nə oldu? Bunların fikri bu. Mənə yaxşılıq kim elədi, mən də yaxşılıq edəcəm. Mənə pislik eləcəm, mən də eləyəcəm. Və lakin vəttunu ənfusakum. Öz daxilinizi bu cür düzəldin, İslam Peyğəmbəri buyurur. İn əhsənən nas ən tuhsunu. Əgər sizə yaxşılıq elədilər, siz də yaxşılıq eləyin. Və in əsau, əgər onlar sizə pislik elədilərsə, fəla təzlimu, onları zülm eləməyin.
Ağıllı adam zülm eləməz. Ağıllı adamın işi budur, düzəltsin. Məhv eləmək, sındırmaq hər adamın işidir, hər adamın əlindən gəlir. Bir imma budur ki, ona pislik eləyərlər, amma o zülm eləməz. Yaxşılıq eləmirsən eləmə, amma zülm də eləmə. Onda zülm eləmədinsə, səndən yəni zülm baş vermədisə, sən immədəndirsən. Və sonuncu hədis İmam Sadiq əleyhisselam ki buyurdu və la təkunənnə oxuyacaqsınız. Fe nun-u təkidi səqiylə ilə gəlib müzari. Yəni milyard faiz da bunlardan olmayın ha. Ne 100%? Milyard, bəlkə tirlərdən yuxarı rəqəm nədir ondan? Xub, emma'a nədir? Əcib bir söz. Ənə ma'an-nas. Həmin adam deyər ki, təqulu deyər ki, mən insanlardanam. Və ənə kəvahidin minən-nas. Mən elə insanların biri kimiyəm. Yəni bizdə bir dənə məsəl var ha. Yorğana bürün, ellə sürün. Ya baş misal aşağı, elə məmo yalla get. Yox. Bundan bu imma budur. Mən də insanlardanam, elə insanlardan biriyəm. Yəni onlar necədir, mən də o cür. Bəlkə o adama deyirlər, onlar pis yoldadır, sən də pis yolda olacaqsan. O olmaz. Elə bir bu qədər kifayət elə. Gələn dəfə indi bu bəhsin davamını inşallah. Elhamdülillah Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammed və alihi.